təşəkkür eləyirlər. Yəni qohumlar arasında mən ümumiyyətlə hesab edirəm ki, onun yeri yoxdur, təşəkkür falan. Məni də elə. Necə sizə mənə də elə. Yəni Mən elə bilirdim mənə heykəl qoyacaqlar. Yecə bütün həyatımı sərf elədim bizə, amma qoymadılar. Yəni qədriniz bilinmədi. Bəli. Yenə də davam edirsiniz, yaxşılıq Yenə eləmək. də davam edirəm. Qardaşlarınız oxudumu? Oxudu. Amma texnikum qurtardılar. Onun da yəni xərcini falan siz çəkdiniz? Hamısını. Qardaşımın oğluna da mən baxdım. Onu da böyütdüm. Onu da oğlumla bir yerdə böyütdüm onları. Ondan sonra instituta girdi. O da hüquq fakültəsinə girdi. Oğlum da hüquq fakültəsinə girdi. Ondan sonra oxudular. Hər bir şey. Sonra da evləndi qardaşımın oğlu da. Ondan sonra öz oğlumu da evləndirmişəm. Şəfiqə xanım, oğlunuz sizin yanınızdadır. Demək maaşını siz verirsiniz ona. Bəli. Efirdən əvvəl sırğalarınızı təriflədim. Dediniz ki, oğlum alıb. Bəli. Sizin pulunuzla, sizin verdiyiniz pulla sizə hədiyyə alır. O işləyir, əziyyət çəkir axı. İndi də buradadır. Ona görə ki, o mən bir dəqiqə tək qoymur. Evə gedir, evdən də zəng vurur ki, mama necəsən, neynirsən? Bəlkə bir 8-də, 9-da evində olsa, ona ki,